Qoç. Bugün enerjin adetkinden daha güclü olacaq və bunu ətrafındakilar da hiss edəcək. Səhər saatlarında qərarsızlıq yaşasan da günortadan sonra fikirlərin aydınlaşacaq. İş yerində uzun müddətdir gözlədiyin bir təklif və ya fürsət qarşına çıxa bilər, ondan çəkinmə. Maliyyə məsələlərində diqqətli olmalı, kiçik xərcləri nəzarətdə saxlamalısan. Münasibətlərdə isə sevdiyin insana adi vaxtlarından daha çox diqqət göstərmək istəyəcəksən. Tənha olanlar üçün gözlənilməz bir tanışlıq mümkündür, amma tələsmə. Ailə üzvləri ilə söhbətdə səbirli olmaq faydalı nəticələr verəcək. Fiziki fəaliyyət, xüsusilə açıq havada gəzinti, əhval-ruhiyyəni yüksəldəcək. Kimsə səni tənqid etsə belə, buna həddindən artıq həssas yanaşma. Yaradıcı layihələr üçün ilham dalğası hiss edə bilərsən. Köhnə bir dost səninlə əlaqə saxlaya bilər və bu, xoş xatirələr oyadacaq. İşdə komanda daxilində liderlik keyfiyyətlərini göstərmək şansın var. Səhhətinlə bağlı kiçik siqnalları görməzdən gəlmə, bədənini dinlə. Axşam saatları rahatlaşmaq və özünlə tək qalmaq üçün əlverişlidir. Qərar vermədən əvvəl biraz düşünmək bugün xüsusilə vacibdir. Maddi planlarında realist olmaq uzun müddətli faydaya səbəb olacaq. Ünsiyyətdə birbaşa danışıq tərzin bəzilərini təəccübləndirə bilər, amma bu sənin gücündür. Gün ərzində kiçik uğurlar əhvalını yüksəldəcək. Planlaşdırdığın bir görüş son anda dəyişə bilər, çevik ol. Özünə inam bugün ən böyük silahındır. Rəqabətli mühitdə parlamaq üçün şərait var. Uzun müddətdir təxirə saldığın bir işi bugün başa çatdırmaq mümkündür. Daxili səsinə qulaq asmaq düzgün qərar verməyə kömək edəcək. Gün sonunda kiçik bir zəfər hiss edəcəksən. Sabaha planlar qurarkən bugünün təcrübəsindən istifadə et. Buğa. Sabit və sakit bir gün səni gözləyir, amma bu sakitlik içində vacib fürsətlər gizlənir. Maliyyə vəziyyətini yenidən nəzərdən keçirmək üçün əlverişli bir vaxtdır. İş yerində diqqətli olmaq və detallara fikir vermək sənə üstünlük qazandıracaq. Sevgi həyatında tərəf müqabilinlə daha dərin bir söhbətə ehtiyac ola bilər. Tənha buğalar üçün tanış mühitdə gözlənilməz bir simpatiya yarana bilər. Ailədə kiçik anlaşılmazlıqlar səbirlə həll oluna bilər. Fiziki rahatlığa diqqət et, bədənin dincəlməyə ehtiyac duyur. Yeni bir layihəyə başlamaq üçün bugün əlverişli enerji var. Dostlarınla keçirəcəyin vaxt sənə yeni baxış bucaqları qazandıracaq. İşdə görülən əməyin qarşılığını almaq artıq vaxt məsələsidir. Qərarsız qaldığın məsələlərdə intuisiyana güvən. Ev və ya daşınmaz əmlakla bağlı fikirlər bugün aktuallaşa bilər. Kimisə qısqandırmaq fikri ilə deyil, öz təbii cazibənlə diqqət çəkəcəksən. Xərcləmə vərdişlərini nəzərdən keçirmək faydalı olar. Səbirsizlik bugün ən böyük düşmənindir, tələsmə. Uzun müddətdir düşündüyün bir dəyişikliyi indi planlaşdıra bilərsən. İş yoldaşları ilə əməkdaşlıq gözlənildiyindən daha məhsuldar olacaq. Rahatlıq zonandan biraz çıxmaq sənə yeni imkanlar açacaq. Qidalanmana diqqət etmək əhval-ruhiyyəni müsbət istiqamətdə dəyişəcək. Kiçik bir hədiyyə və ya jest sevdiyin insanı xoşbəxt edəcək. İçindəki yaradıcılığı üzə çıxarmaq üçün bugün münbit zəmindir. Planların dəyişsə də son nəticə xeyrinə olacaq. Özünə vaxt ayırmaq bugün xüsusilə vacibdir. Axşam sakit və rahat keçəcək, bunu qiymətləndir. Əkizlər. Zehnin bugün adətkindən daha sürətli işləyəcək və bu, sənə yeni fikirlər gətirəcək. Ünsiyyət bacarıqların bugün xüsusilə önə çıxacaq, danışıqlarda uğur qazana bilərsən. İş yerində bir neçə tapşırığı eyni anda idarə etmək bacarığın diqqət çəkəcək. Sevgi münasibətlərində yumor hissi vəziyyəti yüngülləşdirəcək. Tənha əkizlər üçün sosial mühitdə maraqlı tanışlıqlar mümkündür. Ailədə söhbətlər səmimi keçəcək, kiçik sirlər açıla bilər. Səyahət və ya qısa bir gəzinti fikri səni cəlb edəcək. Maliyyə məsələlərində qərar verməzdən əvvəl biraz araşdırma aparmaq faydalı olar. Yaradıcı yazı, danışıq və ya təqdimatlar üçün ilham dalğası hiss edəcəksən. Diqqətini dağıdan amillərdən uzaq durmaq işini asanlaşdıracaq. Köhnə bir tanışla təsadüfi qarşılaşma xoş sürprizlər gətirə bilər. İkili fikirlər arasında qərarsız qalsan da sonda düzgün seçim edəcəksən. Sosial media və ya rabitə vasitələri vasitəsilə vacib bir xəbər ala bilərsən. İş yoldaşlarınla zarafat və yüngül söhbətlər gün ərzində əhvalını yüksəldəcək.
Yeni bir bacarıq öyrənmək fikri səni maraqlandıracaq. Səbirsizliyin bəzən ətrafındakiləri yorsa da, bugün bunu balanslaşdıra bilərsən. Kiçik detallara diqqət yetirmək böyük səhvlərin qarşısını alacaq. Emosional tarazlığını qorumaq üçün dərin nəfəs almaq faydalı olar. Planların çox olsa da, prioritetləri düzgün müəyyənləşdirməlisən. Axşam saatlarında kitab oxumaq və ya maraqlı bir məzmuna baxmaq rahatlıq gətirəcək. Fikirlərini kağıza köçürmək bugün xüsusilə faydalı olacaq. Ətrafındakı insanların əhvalını da nəzərə almaq münasibətləri gücləndirəcək. Gün sonunda özünü daha yüngül və sərbəst hiss edəcəksən. Xərçəng. Duyğusal dərinliyin bugün xüsusilə hiss olunacaq və bu ətrafındakilərlə bağlarını gücləndirəcək. Ailə və ev məsələləri diqqət mərkəzində olacaq. İş yerində sakit, amma məhsuldar bir gün səni gözləyir. Sevgi münasibətlərində daha çox anlayış və qayğı göstərmək istəyəcəksən. Tənha xərçənglər üçün tanış bir mühitdə isti münasibətlər yaranması mümkündür. Keçmişlə bağlı xatirələr bugün canlana bilər, bu da sənə həm nostalji, həm də dərs verəcək. Maliyyə planlaşdırmasında ehtiyatlı olmaq düzgün addımdır. Yaxın dostlarınla keçirəcəyin vaxt ruhunu təzələyəcək. İntuisiyan bugün xüsusilə güclüdür, ona etibar edə bilərsən. Ev təmizliyi və ya nizamlama işləri daxili rahatlıq gətirəcək. Kimsə sənə köməyə ehtiyac duya bilər, dəstəyini əsirgəmə. Öz hisslərini ifadə etmək bəzən çətin olsa da, bugün bunu etmək faydalıdır. İşdə kiçik bir uğur əhval-ruhiyyəni yüksəldəcək. Qidalanma və istirahət rejiminə diqqət etmək vacibdir. Köhnə bir problem yenidən üzə çıxa bilər, amma bu dəfə həll yolu tapacaqsan. Yaxınlarınla emosional bağlılığın bugün xüsusilə güclü olacaq. Özünə qarşı həddindən artıq tələbkar olma, kiçik səhvlərə güzəştə get. Sakit bir mühitdə vaxt keçirmək enerjini bərpa edəcək. Planların dəyişsə də ailə önəmini itirməyəcək. Kimlərsə sənin həssaslığını istismar etməyə çalışsa, sərhədlərini qorumağı bacarmalısan. Axşam saatları ailə üzvləri ilə keçirilən vaxt üçün ideal olacaq. Yaradıcı fəaliyyətlər, xüsusilə musiqi və ya rəssamlıq rahatlıq gətirəcək. Gün ərzində kiçik bir jest böyük məna daşıya bilər. Özünlə barışıq içində olmaq bugünün əsas dərsidir. Şiir. Diqqət mərkəzində olmaq bugün sənin üçün təbii bir vəziyyətdir və bundan çəkinmə. Liderlik keyfiyyətlərin iş yerində xüsusilə önə çıxacaq. Yaradıcı layihələrdə parlaq fikirlər səni gözləyir. Sevgi münasibətlərində romantik jestlər əlaqəni daha da gücləndirəcək. Tənha şirlər üçün özünə inamla irəli addım atmaq nəticə verəcək. Maliyyə məsələlərində cəsarətli, amma düşünülmüş qərarlar verməlisən. Dostlarınla əylənərkən enerjin ətrafa yayılacaq. İşdə tanınma və təqdir alacağın bir gün ola bilər. Ailə üzvləri ilə münasibətlərdə səxavətli davranışın münasibətləri isidəcək. Kiçik bir tənqid səni ruhdan salmasın, öz dəyərini unutma. Özünə inamın bugün ətrafındakilara ilham verəcək. Yeni bir hobbi və ya maraq sahəsi diqqətini çəkə bilər. İşdə komanda ilə əməkdaşlıq gözlənildiyindən daha yaxşı nəticələr verəcək. Qürurun bəzən münasibətlərə mane olsa da, bugün yumşaqlıq göstərmək faydalıdır. Fiziki fəaliyyət, xüsusilə idman, enerjini müsbət istiqamətə yönəldəcək. Kimsə sənə köməklik təklif edə bilər, bunu qəbul etməkdən çəkinmə. Planların böyük olsa da, addım-addım irəliləmək düzgün strategiyadır. Sosial mühitdə cazibən diqqət çəkəcək. Maliyyə xərclərində biraz ehtiyatlı olmaq faydalı olar. Axşam saatları əyləncə və istirahət üçün əlverişlidir. Yaxınlarınla keçirdiyin vaxt qəlbini isidəcək. Özünü ifadə etmək üçün yaradıcı yollar axtar. Gün sonunda özünü qürurlu və məmnun hiss edəcəksən. Sabaha yeni planlarla hazırlaşmaq üçün bugün yaxşı zəmin yaradır. Qız. Detallara diqqət etmək bugün sənin ən böyük gücündür. İş yerində analitik düşüncən sayəsində mürəkkəb məsələləri asanlıqla həll edə bilərsən. Səhhətinə diqqət etmək, sağlam qidalanma və istirahət bugün xüsusilə vacibdir. Sevgi münasibətlərində praktik yanaşman tərəf müqabilini təəccübləndirə bilər. Tənha qızlar üçün iş mühitində və ya gündəlik həyatda maraqlı tanışlıq mümkündür. Ailədə nizam-intizam yaratmaq daxili rahatlıq gətirəcək. Maliyyə planlaşdırmasında dəqiqliyin sayəsində yaxşı nəticələr əldə edəcəksən.
Kiçik səhvlərə görə özünü həddindən artıq tənqid etmə. Dostlarınla praktik məsələlər ətrafında söhbətlər faydalı olacaq. İşdə vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək təqdir qazandıracaq. Təmizlik və təşkilatlanma bugün sənə xüsusi rahatlıq verəcək. Kimsə sənin köməyinə ehtiyac duya bilər, bu səni məmnun edəcək. Mükəmməliyyətçilik bəzən yorucu olsa da, bugün balansı tapmağı bacaracaqsan. Yeni bir bacarıq öyrənmək və ya kitab oxumaq zehni fəallığını artıracaq. İşdə komanda yoldaşlarınla əməkdaşlıq gözlənildiyindən yaxşı gedəcək. Özünə qarşı mərhəmətli olmaq bugünün əsas dərsidir. Planlaşdırma bacarığın sayəsində gün məhsuldar keçəcək. Kiçik bir tənqidi konstruktiv şəkildə qəbul etmək inkişafına kömək edəcək. Axşam saatları sakit fəaliyyətlər üçün əlverişlidir. Yaxın dost və ya ailə üzvü ilə səmimi söhbət ruhunu dinləndirəcək. Gün ərzində gördüyün işlərdən qürur duyacaqsan. Sabaha planlar qurarkən bugünün təcrübəsi faydalı olacaq. Özünü inkişaf etdirmək istəyin bugün xüsusilə güclüdür. Tərəzi. Harmoniya axtarışın bugün münasibətlərində əsas rol oynayacaq. İş yerində diplomatik yanaşman münaqişələrin həllində köməkçin olacaq. Sevgi həyatında romantik və gözəl anlar səni gözləyir. Tənha tərəzilər üçün estetik mühitdə xoş bir tanışlıq mümkündür. Ailə üzvləri ilə münasibətlərdə balans tapmaq vacibdir. Maliyyə qərarlarında hər iki tərəfi düşünərək hərəkət etmək faydalıdır. Dostlarınla keçirəcəyin vaxt sənə xoş ovqat bəxş edəcək. İşdə komanda daxilində sülhpərvər mövqeyin qiymətləndiriləcək. Gözəllik və sənətlə bağlı fəaliyyətlər bugün ilham mənbəyi olacaq. Qərarsızlıq bəzən çətinlik yaratsa da, sonda düzgün seçim edəcəksən. Kimsə sənin fikrini soruşa bilər, ədalətli mövqeyin qiymətləndiriləcək. Ev mühitini gözəlləşdirmək fikri səni cəlb edəcək. İşdə əməkdaşlıq və komanda ruhu gün ərzində önə çıxacaq. Özünə vaxt ayırmaq və rahatlamaq bugün xüsusilə vacibdir. Münasibətlərdə açıq və dürüst ünsiyyət faydalı nəticələr verəcək. Yaxın dostla söhbət səni daha yaxşı başa düşməyə kömək edəcək. Planların dəyişsə də sakitliyini qoruyacaqsan. Sosial mühitdə cazibən və zərifliyin diqqət çəkəcək. Maliyyə xərclərində balanslı yanaşma faydalıdır. Axşam saatları sevdiklərinlə keçirmək üçün əlverişlidir. Yaradıcı fəaliyyətlər, xüsusilə dizayn və ya musiqi ruhunu dinləndirəcək. Kiçik bir uzlaşma böyük bir münaqişənin qarşısını alacaq. Gün sonunda özünü tarazlaşmış hiss edəcəksən. Sabaha planlar qurarkən başqalarının fikrini də nəzərə alacaqsan. Əqrəb. Daxili gücün bugün xüsusilə hiss olunacaq və bu, çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. İş yerində strateji düşüncən sayəsində vacib qərarlar verə biləcəksən. Sevgi münasibətlərində dərin və ehtiraslı hisslər səni bürüyəcək. Tənha əqrəblər üçün gizli bir cazibə üzə çıxa bilər. Ailə məsələlərində sir saxlamaq əvəzinə açıq danışmaq daha faydalı olacaq. Maliyyə planlaşdırmasında intuisiyana güvənmək düzgün nəticə verəcək. Dostlarınla dərin söhbətlər bugün xüsusilə mənalı olacaq. İşdə rəqabətli mühitdə üstünlük qazanmaq şansın var, keçmişlə bağlı bir məsələ yenidən gündəmə gələ bilər, amma bu dəfə tam həll ediləcək. Şübhəçiliyin bəzən münasibətlərə kölgə salsa da, bugün etibar göstərmək faydalıdır. Özünü dərindən analiz etmək bugün xüsusilə faydalı olacaq. Kimsə sənə qarşı səmimiyyətsiz davransa, bunu tez hiss edəcəksən. İşdə gizli qalan bir məlumat üzə çıxa bilər. Emosional intensivliyin ətrafındakıları bəzən çaşdırsa da, bu sənin təbiətindir. Fiziki fəaliyyət, xüsusilə güc məşqləri, enerjini müsbət istiqamətə yönəldəcək. Planların dəyişsə də, məqsədyönlülüyün səni irəli aparacaq. Yaxın bir dostla etibar əsaslı münasibət qurmaq mümkündür. Maliyyə məsələlərində gizli qalan bir imkan üzə çıxa bilər. Axşam saatları tənhalıqda düşünmək üçün əlverişlidir. Transformasiya və dəyişiklik bugün sənin üçün açardır. Kiçik bir sir açılsa da, bu münasibətlərə zərər verməyəcək. Ox atan. Macəra həvəsin bugün xüsusilə güclüdür və yeni təcrübələr axtaracaqsan. İş yerində geniş düşüncə tərzin sayəsində yaradıcı həllər tapacaqsan. Sevgi münasibətlərində azadlıq və etibar mövzuları önə çıxa bilər. Tənha ox atanlar üçün gözlənilməz bir səyahət və ya tədbirdə maraqlı tanışlıq mümkündür.
Ailə üzvləri ilə fərqli fikirlər üzərində açıq müzakirə faydalı olacaq. Maliyyə planlaşdırmasında nikbin, amma real yanaşma tövsiyə olunur. Dostlarınla gülüş və əyləncə dolu anlar yaşayacaqsan. İşdə yeni bir layihə və ya öyrənmə imkanı qarşına çıxa bilər. Fəlsəfi düşüncələr və həyat mənası haqqında düşünmək bugün səni məşğul edə bilər. Səyahət planları, hətta kiçik bir gəzinti belə ruhunu təzələyəcək. Kimsə sənin açıq sözlü olmağını qiymətləndirəcək. Öyrənmə həvəsin bugün xüsusilə güclüdür, yeni bir kitab və ya kurs cəlbedici görünə bilər. İşdə sərbəstlik və çeviklik tələb edən tapşırıqlarda uğur qazanacaqsan. Planların dəyişsə də bunu macəra kimi qəbul edəcəksən. Yaxın dostla gələcək planları haqqında söhbət ilham verici olacaq. Maliyyə xərclərində sərbəstliyini qorumaq istəyəcəksən, amma balanslı ol. Axşam saatları açıq havada vaxt keçirmək üçün əlverişlidir. Fərqli mədəniyyətlər və yeni fikirlərlə tanışlıq bugün cəlbedici olacaq. Kiçik bir risk böyük bir fürsətə çevrilə bilər. Optimizmin ətrafındakılara da yayılacaq. Oğlaq. Məqsədyönlülüyün bugün xüsusilə önə çıxacaq və planlaşdırdığın işləri ardıcıllıqla həyata keçirəcəksən. İş yerində məsuliyyətli yanaşman rəhbərlik tərəfindən qiymətləndiriləcək. Sevgi münasibətlərində sabitlik və etibarlılıq axtaracaqsan. Tənha oğlaqlar üçün iş və ya peşəkar mühitdə ciddi bir tanışlıq mümkündür. Ailə üzvləri ilə münasibətlərdə məsuliyyət hissini göstərəcəksən. Maliyyə planlaşdırmasında uzun müddətli strategiya qurmaq faydalı olacaq. Dostlarınla praktik məsələlər üzərində söhbətlər faydalı nəticələr verəcək. İşdə çətin bir tapşırığın öhdəsindən uğurla gələcəksən. Sərtliyin bəzən münasibətlərə mane olsa da, bugün yumşaqlıq göstərmək faydalıdır. Kimsə sənin zəhmətkeşliyini təqdir edəcək. Karyera məqsədlərinə doğru kiçik, amma əhəmiyyətli addım ata biləcəksən. İşdə nizam-intizamlı yanaşman komandaya nümunə olacaq. Özünə qarşı həddindən artıq tələbkar olma, kiçik dincəlmələrə icazə ver. Planların uzun müddətli olsa da, bugün kiçik bir addım atmaq kifayətdir. Yaxın bir dostla ciddi bir söhbət münasibəti dərinləşdirəcək. Maliyyə xərclərində ehtiyatlı və planlı olmaq faydalıdır. Axşam saatları sakit və məhsuldar fəaliyyətlər üçün əlverişlidir. Zamanı düzgün idarə etmək bugün xüsusilə vacibdir. Kiçik bir uğur böyük məqsədə doğru addım olacaq. Dolça. Orijinal düşüncə tərzin bugün xüsusilə önə çıxacaq və fərqli fikirlərinlə diqqət çəkəcəksən. İş yerində innovativ həllər tapmaq bacarığın qiymətləndiriləcək. Sevgi münasibətlərində fərdiyyətçiliyin və azadlığa hörmətin əsas mövzu olacaq. Tənha dolçalar üçün qeyri-adi bir mühitdə maraqlı tanışlıq mümkündür. Ailə üzvləri ilə fərqli baxışları müzakirə etmək faydalı olacaq. Maliyyə planlaşdırmasında yaradıcı, amma məsuliyyətli yanaşma tövsiyə olunur. Dostlarınla intellektual söhbətlər bugün xüsusilə cəlbedici olacaq. İşdə komanda daxilində fərqli fikirlərini rahatlıqla ifadə edəcəksən. Sosial fəaliyyətlər və qrup layihələri bugün uğurlu olacaq. Kimsə sənin qeyri-adi fikrini dəstəkləyəcək. Texnologiya və ya yeniliklərlə bağlı maraq bugün artacaq. İşdə gözlənilməz bir dəyişiklik yeni imkanlar açacaq. Müstəqilliyin bəzən ətrafındakıları çaşdırsa da, bu sənin təbiətindir. Planların qeyri-adi olsa da, sonda düzgün nəticə verəcək. Yaxın bir dostla gələcək layihələr haqqında söhbət ilham verici olacaq. Maliyyə xərclərində qeyri-ənənəvi imkanlar diqqətini çəkə bilər. Axşam saatları sosial tədbirlər üçün əlverişlidir. İnsanlığa fayda verən ideyalar bugün səni məşğul edəcək. Kiçik bir yenilik böyük bir dəyişikliyə səbəb ola bilər. Dostluq əlaqələrin bugün xüsusilə güclü olacaq. Balıqlar. Həssaslığın bugün xüsusilə güclü olacaq və ətrafındakıların hisslərini dərindən dərk edəcəksən. İş yerində yaradıcı və intuitiv yanaşman fərqli nəticələr verəcək. Sevgi münasibətlərində romantik və dərin hisslər səni bürüyəcək. Tənha balıqlar üçün gözlənilməz, demək olar ki, taleyin işi kimi görünən bir tanışlıq mümkündür. Ailə üzvləri ilə emosional bağlılıq bugün xüsusilə güclü olacaq. Maliyyə məsələlərində real olmaq bəzən çətin olsa da, diqqətli olmaq faydalıdır. Dostlarınla keçirəcəyin vaxt ruhunu dinləndirəcək. İşdə yaradıcılıq tələb edən tapşırıqlarda uğur qazanacaqsan.
Yuxular və intuisiya bu gün sənə vacib mesajlar göndərə bilər. Kimsə sənin dəstəyinə ehtiyac duya bilər, empatiyanı əsirgəmə. Sənət, musiqi və ya yazı bu gün xüsusilə ilham mənbəyi olacaq. İşdə detallara diqqət etmək bəzən çətin olsa da, bunun öhdəsindən gələcəksən. Emosional dalğalanmalar bu gün normaldır, özünə qarşı mərhəmətli ol. Planların qeyri-müəyyən görünsə də axını izləmək faydalı olacaq. Yaxın bir dostla dərin, mənalı söhbət ruhunu təzələyəcək. Maliyyə xərclərində realist olmaq üçün özünə xatırlatma et. Axşam saatları tənhalıqda düşünmək və ya yaradıcı fəaliyyətlə məşğul olmaq üçün əlverişlidir. Başqalarının problemlərini öz üzərinə götürməkdən biraz uzaqlaşmaq faydalı olar. Kiçik bir jest böyük məna daşıya bilər. Ruhi tarazlığın bu gün xüsusilə vacibdir. Gün sonunda özünü sakit və rahat hiss edəcəksən. Sabaha planlar qurarkən intuisiyana güvənəcəksən.